əvəzlənməsi baş verir. Y da bizdə cingiltili samitdir. Ona görə cavabımız A variantı deyil. B variantına baxırıq. Uşaq ayaqqabısı. Söz birləşməsi şəklində bizə verir. İlk sözümüz hansıdır? Uşaq sözü. Özündən sonra saitlə başlayan yəni saitlə başlayan söz gəldiyi üçün qırğı əvəzlənməsi baş verir. R samitimizdə cingiltili olduğu üçün cavabımız B variantı deyil. C variantına baxıram. Əncir yarpağı yazılır, əncir yarpağı da deyilir. Niyə? Çünki söz sonundakı ilk sözün sonundakı ev samitinin, yəni sonur samitlərdir də elementir. Bunların kar qarşılığı olmadığı üçün, bəli, necə yazılır, evdə tələffüz olunur. Ona görə C variantı da deyil. D variantına baxıram. Çiyələk ətri yazılır, necə tələffüz olunur? Çiyələk ətri. Niyə qaydamız, niyə burada Y səsini verdi? Çünki biz demişik, bəli, ki, samit səsindən sonra saitlə başlayan şəkilci və yaxud da saitlə başlayan söz gələrsə, bəli, Q-yu əvəzləməsi baş verəcək. Y samitimiz də cingiltili olduğu üçün D variantı da bizə lazım deyil. Gəldik Y variantına. Fındıq ləqəsi yazılır. Necə tələffüz olunacaq? Fındıq ləqəsi. Qırx səsini verdi. Niyə? Çünki özündən sonra samitlə başlayan söz gəldiyi üçün və burada Q samitimiz karlaşır. Cavabımız oldu Y variantı. Başa düşdük uşaqlar testimizi.